Bakı Gross Akademinin Tetatet layihəsində hər birinizi xoş gördük. Bugünkü qonağımız Bakı Gross Akademinin təlimçilərindən biri, satış, marketinq və idarəetmə eksperti Sənan Orucovdur. Sənan müəllim, xoş gəlibsiz. Xoş gördük Zadən müəllim, xoş gördük. Təşəkkür edirəm dəvətiniz üçün, minnətdaram. Birinci müəllim, istəyirsən qısa özünüz haqqında məlumat verin, sonra keçək bizim hazırladığımız suallara. Olar. Yəni Sənan Orucov marketinq, satış və idarəetmə sahəsində təcrübəyə malik bir ekspertəm. Özümü bu şəkildə görürəm. 20 ildən çox təcrübəm var. Xüsusən də FMCG sahəsində böyük bir təcrübəm var. Azərbaycanın böyük holdinqlərində çalışmışam. Azərsun Holding, Veysaloğlu, Gilan Holdingdə, Azərlatayda çalışmışam və digər böyük şirkətlərdə çalışmışam. Əsas istiqamətim dediyim kimi kommersiya tərəfi və idarəetmə tərəfi. Transformasiya və dəyişim mənə çox həyəcanlandıran bir istiqamətdir. Harda dəyişim varsa, harda transformasiya varsa, ambisiyalar varsa, mən orada işləmək istəmişəm. Bir də UNEC-də və Azərbaycan Neft və Sənaye universitetlərində müəllimlik fəaliyyətim var. Marketinq, satış, təchizat zənciri, strateji idarəetmə bu kimi dərsləri tədris edirəm. Sənan müəllim, deməli bir məsələ var. Bizim bir məhsulumuz var idi. Məhsulun qiyməti premium bir məhsul idi. 290 manatdan başlayırdı. Məhsulun qiyməti. Qutu idi, şokolad. Biz onu bir şəhərin bir lüks yerində satırdıq. Öz obyektimiz var idi. Bir konsultant cəlb olundu və o təklif elədi ki, Instagram səhifəsi açılsın, TikTok səhifəsi açılsın, Facebook səhifəsi, saytı olsun və s. və s. Bizim saytımız var idi. Mən də baxıram ki, 290 manatlıq məhsulun sosial şəbəkədə, nə bilim, hard trade marketinqin gücünü elə bu xüsusi kateqoriyaya xitab eləyir də. Bunun yeri ancaq lüks yerlərdə görünməlidir, premium yerlərdə olmalıdır ki, bu məhsul öz kontingentinə çatsın. Konsultansa şiddətlə tövsiyə edirdi ki, bizə, bəs siz o kontingenti yalnız nəzərdə tutmayın, başqa kontingenti də nəzərdə tutun, qoy oradan da satış olsun. Biz sadəcə bir dənə bir şey elədik. Favorit Premium Market, Port Bazara. Yəni şəhərin bütün lakçır yerlərinə, premium yerlərinə bu məhsullarımızı yerləşdirdik. Bir aya bizim satış dövriyyəmiz 17.5 dəfə artdı. Yəni bu bir aya balaca rəqəm deyil. İndi buradan mən də o konsultantın da yanaşmasını əsas götürərək, bu təcrübəni də əsas götürərək belə bir sual yaranır. Yaxşı məhsulun marketinqə ehtiyacı varmı? Yaxşı məhsul anlayışını deyim də, yəni məsələ. Yəni keyfiyyətlə paralel aparsaq, keyfiyyətdən danışsaq da, yəni keyfiyyətin marketinq tərifi var da. Yəni sən əgər müştərinin ehtiyacını qarşılayırsa, məhsul keyfiyyətlidir. Məhsulun keyfiyyəti var. Yəni əgər sənin ehtiyacını tam şəkildə qarşılayırsa, sənin gözləntiləri və müştərinin gözləntiləri yanında tam şəkildə qarşılayırsa, bu keyfiyyətli məhsuldur, yaxşı məhsuldur. Yaxşı məhsul. Tamammı? Yaxşı məhsul anlayışı, yəni brenddə də bu şəkildədir. Yəni brend yaratmaq məsələsi də. Məsələn, 2 dənə firma var, tutaq ki, Hugo Bossdur və Adidasdır. Aralarında tutaq ki, 40-50% fərq var da. Hansı yaxşı məhsul? Məndən soruşdunuz Boss. Yəni keyfiyyəti yəqin yaxın olacaq. Başa yəni də çox yaxın olacaq. Və ya Türkiyələrin mavisi var, o da ondan 50% aşağıdır. Yəni amma parça keyfiyyətləri yaxşı məhsul anlayışı olaraq üçünün də keyfiyyəti bir-birinə çox yaxındır. Bəli. Yəni fərq ola bilər, amma daha çox yaxın olurlar. Amma insanların ödədiyi pul fərqlidir. Mən şokolad sahəsində işləmişəm. Yəni alış motivləri çox yaxşı anlaşılmalıdır. Məsələn, yoldaş müştəri səyahətini təhlil etməlidir. Orada, yəni ona baxanda mən həmişə elə deyirəm, müştəri səyahətini təhlil edirəm ki, bir məhsulun müştəri səyahəti nədir və orada touch pointlar nədir və hansı touch pointdə toxunuş nöqtələri müştəri ilə mən nələr eləməliyəm. Məsələn, şokolad məhsulu keysində, bəli, onu Instagramdan da satmaq olar. Amma targetinqə o qədər güclü eləmək lazımdır. Influencer marketinqini çox yaxşı istifadə eləmək lazımdır. Influencer marketinq. Bəli, onda o satacaq.
Yəni hər yerdə olmaq, hər kəsin qabağına çıxmaq. Yəni bilmədiyin müştəriyə mal satmaq marketinq işi deyil də, yəni də. Marketinq bildiyi müştərilərə mal satır. Deyir ki, mənim klassik də hədəf kütlə, target, segment, yəni adları çoxdur. Biz bildiyimiz, biz flankəsi satmaq istəyirik. Yəni 290 manat şokolada pul verən adamın bir gəlir səviyyəsi bilinəcək. 2 korporativ alışlar olacaq. Yəni burada indi mən sir yoxdur da, yəni də korporativ alacaq. Üçüncüsü də adamlar nə edəcəklər? Yəni lüks, ləzzət axtaran, xüsusi bir şey axtaran, ona gedəcək. Toy, yəni amma segmenti bəllidir də. Toy, hədiyyəlik, ad günü, yəni bir yerə gedəndə yəni qonaq aparılacaq, hədiyyə aparılacaq məhsul olacaq da. Yəni bunun başqa bir şey yoxdur. İndi oturub detallı danışsa başqa şeylər də bəlkə də çıxar da, motivlər, alış motivlərində. Satışın öhdəliyi nədir və ya marketinqin? Məhsulu potensial alıcı ilə marketinqdə xüsusən də toxundurmaq. Sən hədiyyə aparacaqsan, hədiyyə aparmaq üçün sənin seçimlərin var. Tamam mı? Və sən hədiyyə qiymətinin 200-300 manat arasıdır və ya 300-400 manat arasıdır. Hər dəfə getdiyin hədiyyələr xüsusi hallarda. Və bu da nədir? Bu da bizim məhsuldur. Bura uyğun gəlir. Adam ya gedəcək, bizdə var da bahalı xurmalı şokoladlar var. Dünya brendi Paçi var, Batil var deyəsən. Məsələn bunlar da adamlar yəni bir bizneslər qururlar və orada satış nədir? İnsanlara ayaqlarını gətirməyə çalışırlar. Vizuallıq qazanırlar. Sənin o vizuallığın yoxdursa, sən müraciət edib satmalısan və o mağaza xərcindən qurtulmuş olursan. Digitalın ən böyük üstünlüyü ondan ibarət ki, mağaza xərcindən. İndi qayıdıq məsələmizə də. Yəni məsələmiz nədir? Məsələmiz odur ki, toxunuş eləmək lazımdır. Toxunuş üçün çox böyük pul xərcləmək olar. Çox böyük şey. Alıcı ilə sənin məhsulunu alıcını toxundurmaq. Onu çox pul xərcləmək də olmaz. Yəni bir influencerla, doğru influencerla, getdiyi yerə hədiyyə aparan influencerla və ya alıb bu çox gözəl maldır, falandır, biraz danışan influencerla və o segmentin dinləyəcək influencerın effekti $1000 bəlkə də sosial mediada qoyacağınız və 100.000 nəfərə like toplatdıracaq reklamınızdan daha effektiv olacaq. Çünki nədir? Segment üst segmentdir. Düşünən segmentdir. Ən effektiv yol da nədir? O adamların getdiyi yerlərdə ticari marketinq harda işin içinə girir. O adamların getdiyi yerlərdə məhsulu satışa qoymaqdır. Sən adamdan getdiyi yerlərdə məhsulu satışa qoyduğunda və onu onlardan şeylərindən adamlar o pul verib olacaq. Məsəl üçün Port Bazarda da, yəni də orada təbii ki, kontingent fərqlidir, olmaq lazımdır. İkincisi bəlkə bizneslər də alıb aparırlar. Biznes hədiyyələr də alıb aparırlar. Yəni o qədər ofislərdir falan. Adamlar müdirlərə hədiyyə alırlar, işçilərə hədiyyə alırlar. Yəni hədiyyə kontekstində bugünkü gündə əslində nə qədər tort alasan. Yəni və o qiymətə də tort da satırlar, yəni belə baxanda. Amma nədir? Şokolad daha lüks, daha zərif, yəni məhsulun alış motivi çox fərqlidir. Onun üzərindən qoyub. İndi demək istədiyim o nədir? Standart şablonu götürüb bunu eləməlisən, bunu Instagramı tətbiq edəndə hər məhsula o effekt almaya bilərsən. Yəni yaxşı məhsulu Instagramda reklam elədiniz, satmadı. Deyirsən, yaxşı məhsulu marketinq lazımdır, reklam ediniz, satmadı. Amma yaxşı məhsulu dediyimiz kimi influencerla eləsəydiniz, məsələn, o satardı. Qarabağın oyunçularına hədiyyə eləsəydiniz, insanlar görərdi falan şeydir. Yəni şokolad ritual məsələsidir. Yəni xüsusən də hədiyyəli şokoladlarda bizdə mən bazarda görürdüm şanlı, zərif, məsələn qablaşdırmadı, zərif. Yəni insanlar alırlar. Yəni bəlkə də 2 dəfə çox pul verib onu alırlar. Normal keyfiyyəti başqa məhsuldan eynidir, amma bu şanlı, zərif olduğu üçün, niyə? Çünki alış motivi fərqlidir. İnsanlar bunu yemək üçün, çayla içmək üçün almırlar. Bu nədir? Bunu hədiyyə üçün, xonça üçün, qonaq getmək üçün, o da şanlı olması, qəşəng, parlaq olması, gözəl lentlərin qızılı falan olması nədir? O hədiyyəliyi göstərir, gözəlliyi və zərifliyi göstərir deyə insanlar nə edirlər? Gedib onu alırlar. Amma nədir? 2 dəfə çox baha satır. Maya dərində 2 dəfə fərq olmur. Minimum 2 dəfə. Minimum. Elə siz
Modadan da nümunə çəkdiniz. Mən istəyirəm o barədə bir dənə nümunədən stat gətirim. Bəlkə də fikir veribsiz. Azərbaycanda son dövrdə ən çox geyimlərin üzərində bir firma adı var. Loro Piana. Ayaqqabılar Loro Piana, köynəklər Loro Piana, paltarlar Loro Piana. İnandırım ki, sizə əksəriyyətinin parça materialı İtaliyanın Milano Moda həftəsində göstərilən podiumda yeriyən Loro Piana'nın premium A-klass modelləri ilə eynidir. O gəlir, misal üçün 28 molda, Gənclik molda, ümumiyyətlə mollarda Loro Piana'nın mağazaları yoxdur. Port Bakuda səhv eləmirəmsə var, bir də Targovda var, sentrdə. Mənə indi bir dənə sual burada maraqlı olur ki, Targovda eyni parça, eyni Loro Piana satılır ayaqqabı 1900 manata, amma normal bir mağazada satılır 220 manata, 210 manata və yaxud da 110 manata. Mən ondan yola çıxaraq marketinqin yerlə bağlı olduğunun qənaətinə də gəlmişəm. Məkanla bağlı, harda yerləşdiyinin qənaətinə gəlmişəm. Bunu yəni ənənəvi bir beyinlə deyirəm, alverçi beyni ilə baxıram məsələyə. Siz nə düşünürsünüz bu prinsipdə ki, eyni parça, amma burada bu qiymətə, burada eyni parça, eyni model, eyni firma olursa bu qədər fərq olmamalıdır da. Yəni də məndə həmişə sual yaradır da. Mənə bəzən deyirlər belə şeylərdə. Məndə avtomatik olaraq bir sual yaranır. Yəni mən deyirəm ki, çıxış nöqtəm belədir, ola bilməz də. Yəni bütün mənim bildiyim qaydalara ziddir. Yəni də bir yerdə mən sübut eləsəm elədir. Yox, əlbəttə ki, eləmək olar. İndi mən də tanıyıram. Çox lüks brendlər var ki, çox yüksək qiymətə firma mağazalarındadır, amma digər mağaza uzun satır. Bəziləri deyir saxtadır, bəziləri deyir yox orijinaldır, mən bilmirəm də yanında. Amma eyni ayaqqabı orada o qiymətə, burada bu qiymətə satılırsa, orada böyük bir sual var, belə deyək də. Yəni böyük bir sual var orada. Çünki elə olmur adətən. Yəni böyük firmalar və ya lüks brendlər adlarını qorumaq üçün onlar da yəni bəzi lüks brendlər var ki, sertifikasiya satmırlar. Gəlib deyirsən ki, mən sənin məsəl üçün də mal almaq istəyirəm modeldə. Adım sadəcə olaraq səni satmır. Yəni də satmır. Növbəyə dur. Uzadırlar, baxırlar. Yəni sən o malı əldə edə bilmirsən. Çünki adamlar imiclərinə adını qoymaq istəyirlər və o brendin, o modelin alıcıları filan kəslər deyir və ancaq onlara satmağa çalışırlar. Çünki mən gedib o brendi alsam, o filan kəsdə onu almayacaqsan. Sən al da onu geyinir, mən də geyinməyəcəm də. Yəni də məntiq etibarilə əslində marketinq şeydir də. Adamlar nə ilə eksklüzivləşdirirlər. Yəni burada mənim sualım var. İndi o sübutunu danışarıq. Amma marketinqdə məkan anlayışı, yəni bu tarixdən var. Yəni məkandır, fayda anlayışı, yəni faydanın zaman anlayışı, əslində məkan və zaman üzərində qurulur da bilirsiniz də. Marketinq nisbi anlayışı da çox təcili ola bilər, çıxardıb çaya və ya suya 100 manat da verə bilərsiniz. Yəni təcildən çıxaqda çox su suyacaqsınız, çıxardıb 100 manat, 10 manat verəcəksiniz suya. Yəni təcilidir. Bir də var ki, yəni susuz gəlmir falan, gəlirlər ki 10 manata su al, deyirsən ki mağazında 60 qəpik alıram da. Yəni bu zaman bir də məkan anlayışı var ki, sənin olduğun yer və oradakı durum sənə sövq eləyir ki, nə edəsən, nə alasan da yəni də. Nə qədər pul verəsən belə deyək. Bunun ən şeyi, yəni sadə su misalında həmişə verilir də. Yəni də sunun mağazində qiyməti var, sunun restoranda qiyməti var, sunun plyajda qiyməti var və sunun təyyarədə qiyməti var da. Yəni bu hər sən bunu pivə üzərindən verirlər misalda çox yerdə. Yəni pivənin də eyni şey var. Yəni mən su üzərindən verirəm. Bu şəkildə gəlir və hərəsində də qiymət fərqlidir. Və məhsul çeşidi də fərqlidir. Yəni məkan anlayışı və zaman anlayışı marketinqdə həm qiymət qoymada, həm məhsulun öz xüsusiyyətlərinin formalaşdırılmasında, həm satışda ən çox istifadə olunan şeydir. Yəni sezon vaxtı bütün pomidorlar ucuz olur. Yəni amma sezondan çıxdı, indi 4 manat, 5 manat, yəni almadan bahadır da. Yəni başa düşürsüz, pomidor almadan daha bahadır. Yəni
Alman neçə 80 qəpik idi. Yəni mən baxıram da qiymətlərə də indi peşəkar professional şey olaraq müqayisə edirəm hamısını. Pomidor bananla bahadır da, yəni pomidor Niyə banandan bahadır? Yəni pomidor kokosdan bahadır, avokadodan bahadır. Deyəsən avokadonun deyəsən yaxın qiyməti, yanılmıramsa. Yəni başa düşürsüz nə demək istəyirəm? Yəni o sezonu deyil, o məhsul tapılmır, onun istehsalı bu dövrlərdə daha çətindir, daha böyük xərc tələb edir deyə o məhsulu baha satılır. Amma yay gəldi, hər yerdə oldu deyə şeydir. İndi gəldi sizin şeydə ad nədir? Böyük brenddən pomidora bu qədər sadədir. Yəni məsələyə yanaşma bu qədər sadədir. Müştəri segmentinin olduğu yer və o yerdə onlar o pulu ödəməyə hazırdılarsa, sən o fərqi qoya bilərsən. O pulu ödəməyə hazır deyillərsə, sən eyni məhsul arasında fərqli məkanlarda sən o fərqi qoymaya bilərsən. Məkan, bəli, faktoru çox güclü faktorlardan biridir. Eynən. Bu böyük firmaların məncə ən uğurlu hesab elədiyi nümunələrdən biri sertifikat vermələridir. Misal üçün, Cartier'dən gedirsən bir saat alırsan, onun sertifikatını falan verirlər. Və zəmanəti, xüsusi talonu, bundan neçə dənədir, səndə hansı seriyası var, onu göstərə bilirlərsə, onun adətən premium olduğundan qənaətinə gəlirlər. Amma bunun da saxtalaşdırıblar, o sertifikatı da saxtalaşdıranlar var. Hətta Azərbaycanda bunun bir nümunəsi var, Dior. Dior'un giriblər Targovdan, filialından bir çantasını alıb xanım, İtaliyada ilişib, itin boynundakı kəmərə ilişib, qırılıb qulpu. Sertifikatı da yanında olub. Girib İtaliyada sertifikatı təqdim edib, çantanı təqdim edib ki, mən bunu buradan almışam, zəhmət olmasa təmir edeyim, bir həftə buradayım, qaytaracaq. Deyib ki, bu orijinal Dior deyil, sertifikat da saxtadır. Ondan sonra Azərbaycanda Dior bağlanıb. Yəni belə şeylər də olur. Okey. Satış sistemini avtomatlaşdırmaq nə dərəcədə realdır və hansı mərhələdə bunu etmək doğrudur? Yəni satış sistemi, gəlin bunu şey tərəfdən baxaq, yəni proses tərəfindən baxaq da, yəni satışın mahiyyəti tərəfindən baxaq da. Azərbaycanda satışda yanılğı nədir? Ən mühüm yanılğı da, ən mühüm yanılğı odur ki, satış bazarlıq işidir. Ən böyük, yəni konsept olaraq satış bazarın varsa satacaqsan. Yəni sən yaxşı danışmalısan, yol verə bilməlisən. Satışın var, bazarlıqlar hissəsi var da, o bazarlıqlar olmalıdır. Bəli, bu yanılğıdır. Bazarlıqlar olmalıdır. Amma satış ən önəmli məsələ, satış prosesdir. Yəni bir xidmətdir. Mən indi Unique-də dərs deyirəm, xidmət sahələrində strateji marketinqdə, yəni xidmət olaraq satışın özü böyük, yəni bir proses başlayır, bir prosesləri var, insan var, bir xidmət göstərilir müştəriyə və nəticədə nədir? Satış bağlanılır və gedir və satış ümumiyyətlə bir prosesə əks etdirir. Və bu prosesdə nədir? İnsan faktoru nə qədər rolu çox olduqca xidmətin keyfiyyətinin dəyişkənliyi o qədər olur. Yaxşı və mənfi olur. Ona görə yaxşı satıcılar yaxşı effekt verdiyində bizdə o yanılğı yaranır. Və satış işçilərinin yaxşı satış işçisini indi tapamırlar da, indi bilmirəm fərqindəsiz yoxsa yox da. Çünki nədir? Çox bacarıqlı, çox qabiliyyətli, dilli dilavərli, yaxşı satış elə bilən, portföyü olan satışçılar axtarırlar. Onlar həm məhduddular, həm çox pul istəyirlər. Məndə nə qədər pul versin? 1000 manat, 1500 manat, 2000 manat. İndi sektora görə fərqlənir də, ya 3000 manat. Sən o qədər pullar verirsən, amma adamlar olduqları yerdə daha çox qazanırlar və ya qazana bilərlər. Adamların bazarlıqları var və özləri mal gətirib satırlar. Adam satışçıdır da, bazarlıqları var. Sən də adam tapa bilmirsən və o yanılğadan çıxmadıqsa ki, mən bunu prosesləşdirib avtomatlaşdırmalıyam, o məsələyə gəlmədikcə, şirkətlər həmişə satış tərəfində bu döngüdə qalacaqlar. Ona görə də satış bir prosesdə insan faktorunu azaltmağa çalışmaq lazımdır. Bu digital e-ticarət platformaları, digital satışlar, CRM-lər, müştəri xidmətlərində chatbotlar, əslində bunlar satışın avtomatlaşdırılması üçün çox yaxşı instrumentlərdir və insanlar daha çox standartlaşdırırlar. Yəni xidmətdə ən önəmli şey standart xidmətdir. Davamlı standart xidmət olmalıdır. Və insanın önəmli nüansı nədir? İnsan elə bir ki, xidmət anlayışında belə bir şey var da.
insan, siz və biz xidmətin keyfiyyətinə müştəri kimi. Xidmətin keyfiyyətinə təsirimiz çox böyükdür. Yəni siz kola satırsınız, düzdür? Bəli. Kola satırsınız, məhsul, xidmətdən danışma məhsuldan. Siz kola satırsınız və kolanı alan adamlar hamı bilir ki, bunda nə gözləyəcək? Nə var içində, nə dadı verəcək və ya verməlidir, hansı qablaşdırmadadır, içində nə var, və netdir, aldı və içdi, razı qaldı, qalmadı ayrı məsələ. İkinci məsələ. Xidmətdə hər bir insana görə bu dəyişə bilər. Xidmət göstərirsiniz, otelə gəlirsiniz, resepsiyon dayanan qız sizə də eyni söz deyir, mənə də eyni söz deyir. Çıxandan sonra siz deyirsiniz ki, nə yaxşı xanım idi, təcrübəli. Mən deyirəm ki, diqqət göstərmədi, emosiyaları yoxdur, çıxır. Mən razı qalmam. Amma eyni şey deyil. Xidmətin elə bir özəlliyi var ki, yəni ona görə satışı deyirəm ki, avtomatlaşdırmaq çox var. Kritik nöqtələrini alırsan. Yəni müştəri nöqtələri, müştəri loyallıq hissələri ciddi şəkildə avtomatlaşdırmaq çox vacibdir. Çox vacibdir. Yəni bu gün satış işçisinin biraz satışları yaxşı getmir, keyfi yoxdur və ya evdə problem olur və ya işdə problem olur və yolda qəza törədibdir. Müştəri zəng eləyir, ki, malımı gətir və malın qiyməti neçədir? O da əsəbi cavab verir, bir şey cavab verir. Yəni bu deyil də, yəni də. Nədir? Elektron portal olmalıdır. Müştərinin ehtiyacı yarananda ora girməlidir, orada sifarişlərini yerləşdirməlidir. Tamam müştəridir də. Yəni o adamın o sərt cavabını adam küçürdü, bundan sonra almıram, keçirəm başqa firmadan. Onu sən avtomatlaşdırmalısan ki, bu kimi gözlənilməz, emosional, şəxsdən asılı olan məsələlərdən uzaq durasan. Ona görə satış bir prosesdir. Bu prosesdə insan var, mütləq şəkildə olmalıdır. Amma insanın təsirini avtomatlaşdıra bildiyimiz hissələrdə azaltmağımız çox vacibdir. O nədir? Satışın, uğurlu satışın ən önəmli instrumentlərindən biridir. Davamlılıq baxımından satışı proses kimi görmək və davamlılığını təmin etmək. Okay. Müəllim, biz Biznes İdarəçiliyi Akademiyasında sizin 3 mövzunuz var, düz bilirəmsə. Bu 3 mövzular daha çox sizin təcrübələriniz, ekspert olduğunuz sahələrlə bağlıdır. Biz xidmət satırıq indi insanlara. Mənə elə gəlir ki, ən çətin satılan və ən baha satılan xidmət sferalarından biri də sığortadır. Sığorta xidmətdir də, düzdür, məhsul sayılmır ki. Sığorta pul ödəyir adam. Amma qarşılığında hələ ki bir şey ala bilmir. Ən çox pul qazanan satış təmsilçiləri də sığortadadır. Bu niyə belədir? Birinci sualım budur. İkinci sualım da ki, təlim bazarı o qədər genişlənib ki və keyfiyyətli, keyfiyyəti olmayan, keyfiyyəti nisbətən aşağı olan təlim mövzuları ilə insanlar daha çox ucuza qaçmağa meyl edirlər. Yəni bir kontingent var ki, hansı ki deyir ki, mən öyrənmək istəyirəm, amma bu təlimdən çıxandan sonra əldə etdiyim sertifikat mənə fayda verməlidir, işimə tətbiq eləsin. Sahibkarı da qınamıram bundan bağlı. Deyir ki, mən adama əməkdaşımı göndərirəm təlimə, burada nə öyrənəcəyim, mənim işimə necə tətbiq eləyəcəyim, mənə cavabını indidən verin. Bu məsələlərə sığortadan təlimə münasibətiniz necədir və necə gözləntidə olmalıdır sahibkar və təlimə qoşulan və yaxud da sığorta almaq istəyən biri? Sığorta tərəfi doğrudan çox maraqlı tərəfdir. Marketinqin bəlkə də həm ədəbiyyat olaraq, həm təcrübə baxımından bəlkə də çox qarşımıza çıxmayan tərəfidir. Biz daha çox insanlar FMCG tərəfində çox işləyir. Biz dünya brendlərini bilirik. Red Bulldur, Cola-dır, Xırdalandır. Biz bu tərəflərini baxırıq, işləyirik və ya insanlarla daha çox kontaktda olan yerlər var ki, hər gün məsəl üçün nəqliyyatdan istifadədir, hər gün olmasa da təyyarədən istifadə gündəmdə olan məsələlər var ki, bunları biz görürük və qarşımızda olduğuna görə, kontaktda olduğumuza görə bu sahədə marketinq təcrübələrini hamı danışa bilir, hamı təhlil edə bilir. Amma sığorta biraz oradan qıraqdadır. Yəni mən dediyim dərsdə başlardan biri şeydir, sığortadır da, yəni da sığortadır, bankdır, turizm var. Yəni bunlar hamısı vardı orada da bu dərsin xidmət sahələri marketinqi dərsində. Önəmli nüans nədir? Marketinqdə belə gəlirsiniz yuxarıdan, gündəlik tələbat malları var, shopping product var, lüks məhsullar var. Sonda bir unseen product deyə bir şey var. Yəni görünməyən məhsullar deyə bir şey var. Belə balaca da yazırlar orada. Sığorta ora girir. Yəni insanın görmədiyi gələcəklə bağlı qayğılarının
formalaşdıran bir şeydir. Nədir? Yəni depozitə qoyursunuz ki, gələcəkdə belə olar. Gedirsiniz, sığortalayırsınız məhsulunuzu, həyatınızı sığortalayırsınız ki, nəsə baş verər və o nədir? Onu sizə deyəndə o ehtiyac ortaya çıxır. Yəni sığortanın çox qəribə bir şeyi var da, yəni onu sizə deyəndə ki, onu sizə deyəndə ki, sən həyatın sabah belə olsa uşaqlar olacaq da yəni. Adam o dəqiqə və gecəyim də sığortalayım həyatımı da, yəni adam o dəqiqə onu fikirləşir və maşın sürürsən sabah onsuz qəzalar olur, sabah bir şey olsa ki, bunu kasko elətdir, sən bahalısını elətdir də, yəni da sabah heç bir dərdin olmayacaq. O dəqiqə fikirləşirsən ki, qəza olsa, bəlkə də qəza olmayacaq, bəlkə kiçik bir qəza olacaq, bəlkə də böyük bir qəza olacaq, ha. Amma nədir? Sən xatırladığında bilirsən. İndi təlim də elə bir şeydir ki, təlim də elə bir şeydir ki. Sığorta. Hə, təlim də elə bir şeydir ki, biz bilmədiyimizi nə vaxt müəyyənləşdiririk də, yəni də. Nə vaxt müəyyənləşdiririk? İşimizdə görürük axsamalar var. Bəli. Və yaxud da görürük ki, əvvəl yaxşı idim, indi həmin o biliyim, bacarığım indi tətbiq edirəm, mənə eyni geri dönüşü vermir. Bəli. Yəni bizdə nəsə çatmır, yəni nəsə eləyə bilmirik və ya hansısa inisiativamız var, hardasa vəzifə istəyirik, yəni çox şey var da orada. Hansısa layihə icra etmək istəyirik və görməm bir yoldaş var idi. Bir gün mənə zəng elədi ki, mən digital tərəfində zəifəm. Mən vəzifə verirlər də. Mən digital tərəfində mən o tərəfi işləyib də bu qədər geniş işləməyib də, yəni də bu detallı işləmir. Orada digital iş çox idi də. Neyini? Mentor tərəfində bir adam olsun ki, o işi mənə öyrətsin. Məsəl üçün, yəni təlim ortaya çıxdı, mentorluğa ehtiyacı ortaya çıxdı. Bəli. Nədir? Adama bir vəzifə verildi. O vəzifədən çıxanda adamın bilik və təcrübə şeyi boşluq yarandı. Adam o boşluğu doldurmaq üçün təlimə ehtiyac oldu. Getdi falan yoldaşlar təlimə qatıldı, mentor tutdu, mentordan şey aldı, nədir? Onu kömək elədi, təlim aldı, bəlkə də öyrəndi. İndi bizim də nədir? Bir boşluğumuz var. Əslində onu qəşəng deyirlər də, bir pain var. Pain. Bir ağrımız var da, bir işin icrasında bizim bir ağrımız var və o ağrını həll etmək üçün kimsə bizə gəlir deyir ki, ay yoldaş, deməsə də özümüz də gələ bilər o qənaətə, o ayrı məsələ. Bizə deyirlər ki, sənin belə bir boşluğun var. Məsələn, şirkətlərdə, korporativ şirkətlərdə necədir? İllik dəyərləndirmədə hər bir insana illik dəyərləndirmədə təlim ehtiyacları ortaya qoyulur. Olmayanları da qoyulmalıdır da, yəni də. Təlim ehtiyaclarında adama deyirlər ki, bu işi birliklədik, çalışdıq. Sənin bu işi icrada filan boşluqlarını görürük və bunlar üçün də sən filan təlimlər almalısan. Onu adətən rəhbərləri, adətən HR və insan özü də tələb edə bilər. Bunları ortaya qoyurlar. Təlim ehtiyacları deyə. Olurmu, olmurmu? Azərbaycanda nə qədər yayğındır? Eləyən şirkətlər var. Amma bütün şirkətlər təlimə bu şəkildə sistemli baxmalıdır. Yəni əgər kiminsə vəzifəsi artacaqsa, artma ehtimalı varsa, onun təlim proqramında hazırlanmalıdır. Çünki biliyimiz artırmalıyıq, təcrübəmizi artırmalıyıq və qabiliyyətlərimizi artırmalıyıq. Bunları artırmadan bugünkü dəyişən dünyada, rəqabətçi dünyada heç bir mütəxəssis və ya rəhbər, rəqabət apara bilməz. Biz rəqabət aparırıq. İndi gəldik məsələyə. Təlim sektorunda insanlara xatırlatmaq lazımdır. İnsanlara onu vurğulamaq lazımdır ki, sizin buna ehtiyacınız var. Bu mütləqdir. Yəni bunu mütləq şəkildə vurğulamaq. Yəni sığorta ilə paralel gətirirəm də. Yəni bunları vurğuladıqca insanlarda nə yaranır? Fərqindəlik yaranır. O fərqindəliyin impulsu ilə təlimə adam toplamaq olar. Bəli, Azərbaycanda hal-hazırda ciddi şəkildə təlim bazarı formalaşır. Ciddi şəkildə insanlar öyrənməyə və təlimə pul xərcləyirlər. Əvvəl belə deyildi, əvvəllər yox idi. Əvvəllər təlim almaq üçün Türkiyədən, Rusiyadan, başqa ölkələrdən adamlar gələrdi. Məsələn, 15-20 il bundan qabaq danışıram da. Yerli mütəxəssislər təlim verə bilmirdilər, onların təliminə adamlar gəlmirdi. İndi hamı öyrənmək istəyir. Hamı inkişaf eləmək istəyir. Bu da rəqabəti yaradır. Rəqabət yaratması nədir? Yaxşıdır, gördüm mən. Rəqabət çox yaxşı şeydir. Rəqabət inkişafın impulsudur.
Hər kəs inkişaf eləməlidir. Bizim məhsulumuz inkişaf eləməlidir, bizim özümüz inkişaf eləməliyik, bizim komandamız inkişaf eləməlidir, bizim şirkətimiz inkişaf eləməlidir, bizim brendimiz inkişaf eləməlidir. Rəqabət bunların hamısını inkişaf elətdirir. Bəzi şeylərdə nədir, sektorlarda, ölkələrdə də 1-2 şirkətə fokuslanırlar ki, onlar inkişaf eləsin, onları dəstəkləyirlər. Yox, rəqabət mühiti yaratmaq lazımdır. Əgər bir dənə güclü şirkətimiz varsa, onun qabağından 2 və 3-cü şirkətlərdə olmalıdır və o təmin olunmalıdır. Yəni burada artıq dövlətin tənzimləməsi işin içinə girir də. Türkiyədə bunun кейsləri var. Vaxtı ilə ikili şirkətlərə yatırım ediblər, yəni. Belə. Qəşəng, çox sağ olun geniş cavabınız üçün. Son sualımı verirəm və bundan da yekunlaşdırırıq. 2 dənə yanaşma var. Deyirlər ki, şirkətin əməkdaşlarını ictimaiyyətə açıq satış kursuna göndərmək uğurlu deyil. Çox yaxşı olar ki, Sənan müəllim gəlsin, korporativ şəkildə bizim satış əməkdaşlarına təlim keçsin, bizim ehtiyaclarımızı analiz eləsin, onun üzərindən təlim keçsin. Amma bir də var ki, ictimaiyyətə açıq olan satış kurslarında əvvəlcədən bir proqram olur. Həmin proqram əsasında daha çox seminar xarakterli mövzular əsas götürülərək məlumat toplanması, bilik bacarıq dəyişikliyi ilə bağlı nümunələr çəkilir, amma davranış dəyişikliyi ilə bağlı o qədər də bir nümunələr göstərilmir. Bu yanaşmanı da əsas götürərək sualımı belə qoyuram ki, satış təlimləri korporativ şirkətdə sadəcə satış şöbəsinə verilsə daha yaxşı olar, ya satış əməkdaşlarının sahibkar ictimaiyyətə açıq kursa göndərsə daha yaxşı olar? Bilirsiniz, bunun effekt məsələsinə baxmaq lazımdır. Yəni bu effekt, təlimin effekt məsələsi var. İndi bu da xidmət sahəsi, mən də müəlliməm deyə bu sektorun içindəyəm də, yəni effekt məsələsi var. Hansı daha effektivdir? Hansı daha fokusludur? Məsələn, şirkət daxilində keçirilən təlimlər, xüsusən satış təlimlərində, yəni effekti daha yüksəkdir. Niyə? Çünki sizin bölüşdüyünüz кейslər, sizinlə paylaşılan şeylər, çözümlər, həllər, sizin paylaşdığınız, bunlar hamısı nədir? Hamıya xitab edir bir şirkətdə. Amma siz ora çöldə eləsəniz, 3 nəfər o şirkətdən, 5 nəfər bu şirkətdən, 3 nəfər bu şirkətdən, o fokus olmayacaq. Sizin çözüm gətirdiyiniz məsələ birinə xitab edəcək, o birisi ikisi üçünə bəlkə də yarım xitab edəcək və ya bəlkə də heç xitab eləməyəcək. Ona görə təlimin məqsədi çox önəmlidir. Təlimdə nə etmək istəyirsiniz, nəyə nail olmaq istəyirsiniz, ona görə baxmaq lazımdır. Satış mütəxəssisləridir, satış nümayəndələridir, mövkəndayıcılardır. Bu təlimlərin qapalı, korporativ olması daha məqsədə uyğundur. Çünki həm əməliyyat çoxdur, həm suallar çox ola bilir, həm də şirkətin işçilərinin sayı çoxdur. İşçilərin sayı çoxdur. Bunlar hamısı həm təlimçi şirkətə imkan verir ki, o korporativ keçirsin, həm də o şirkətə sərf edir ki, elə öz komandasını yığsın, təlim şirkəti gəlsin, onu danışsın. Nəinki vaxt baxımından gözləsin ki, nə vaxt olsun. Yəni hardakı satış işçiləri çoxdur, və satış əməliyyatları qəlizdir, əməliyyat çoxdur. Orada nədir? Orada daxili B2B təlimlərin verilməsi çox vacibdir. İndi gəldik satışın tərəfinə, digər tərəfinə. Bu birinci tərəfi, fokusluq tərəfidir və fokusun effektiv tərəfi. Digər tərəfdən də, xüsusən də rəhbər heyətdə həm benchmark modeli, yəni bu əməliyyat fokuslu deyil, strateji fokuslu, mən təlim deyirəm bunlara da. Həm benchmark modeli, həm təlimdə, həm təlimçidən, həm də digər komanda üzvlərindən öyrənmə modeli. Yəni təlimdə bu da var. Sən digərlərindən də öyrənirsən. Bizdə bir təlim var idi. Sükutdan öyrənməkdə, yəni hamı sakit durur, nə öyrəndin soruşurlar da, yəni bu sukutsuz. Yəni sükutdan öyrənmək kimi. Eyni şey də burdadır. Yəni sən təlimə gəlirsən, digərlərindən öyrənirsən və öyrənmə nədir? Bilgi paylaşımında sən ötürürsən, o səni ötürür və nəticədə nədir? Hamınız bəhrələnmiş olursunuz. Bu strategik baxımdan strategik səviyyədə çox önəmlidir. Yəni həm də strategik səviyyədə işçi sayı da az olur. Ona görə onlara daxili təlimlərdən satış tərəfindən vermək biraz ola bilər. Digərindən bir yerdə verəndə, xüsusən də üst səviyyə satış rəhbərlərində B2C olaraq vermək daha yaxşı olur. Düşünürəm. Mənim suallarım bitdi. Çox maraqlı idi mənim üçün. Çox təşəkkür edirəm sizə. Növbəti görüşlərdə görüşmək ümidi ilə hər hansı bir sözünüz, qulluğunuz, sualınız varsa buyurun.
Sualım yoxdur. Mən də təşəkkür edirəm. Həmişə bu söz deyəndən sonra amma o taktikalarda amma yəni bizim bu gün danışdığımız mövzu düşünürəm ki, çox əhəmiyyətli mövzudur və Azərbaycan reallığında bir çox şirkətlərin, xüsusən satış və kommersiya tərəfində, elə marketinq tərəfində də bir çox şirkətlərin ağırlı yeridir. Bu sektora baxdığımda, mən sektordan gəldiyimə görə satış tərəfində müəyyən problemlər, satışa yanaşmalarda müəyyən problemlər, gətirilən çözümlərin qalıcı olmaması, yəni və ya metodoloji olaraq düzgün çözümlər gəlmədiyinə görə artıq xüsusən də təlim sektorunda, konsultasiya sektorunda ciddi problemlər yaşamağa başlayır ki, çünki artıq sahibkarlar da, biznes liderləri də artıq etibar eləmirlər təlimlərə və ya konsultantlara da. Halbuki konsultantlar, yəni professional xidmətlərdə, təlim də konsultant xidmətləridir, təkanvericidir. Çünki konsultantlarda olan bir dənə know-how var. O da çox şirkətlərlə işlədiklərinə görə, elə təlimçilərdə. Çox şirkətlərlə onlar digərlərinin təcrübələrini, ən məşhur sual var da, yəni Kotler hansı brendi yaradıb da, yəni də yoldaşlarla, tələbələrimlə onu danışırdıq da, onlara soruşurdum, Kotler hansı brendi yaradıb da, və böyük şirkətlərin konsultantı olur, müşavir işləyib, böyük layihələrdə rol alıbdır. Amma nədir? Onun ən önəmli özəlliyindən nə ibarətdir? O başqa şirkətlərin кейslərini təhlil edərək modellər ortaya qoyubdur, sistemləşdiribdir. Və o böyük, o brend yaratmaqdan daha böyük qazanımdır. Bütün marketinq cəmiyyətinə görə. Biz marketinq sistemləri, sistemli yanaşmağı nədir? Başqala empirik, başqa şirkətlərin təcrübəsini ortaya qoyduğuna görə, yəni konsultant da təlimçi də budur. Bütün şirkətlərdən alır, bişirir, yetişdirir və ortaya qoyur və sindirilə bilir hala gətirir və şirkətə doğrudan fayda vermək əsas məqsəd olmalıdır orada. Dediyim kimi, bütün sahələrdə, kommersiya sahələrində çox kritik nöqtədir ki, şirkətlər bu sahəyə çox önəmli və səbirlə yanaşsınlar. Ən önəmli məsələ davamlılığı təmin etsinlər. Məsələn, kommersiya çox sadə şeylər deyəcəm. Hamımız bilirik, amma necə edəcəyimizi bilmirik də, yəni də. Məsələn, kommersiyanın ən böyük fokusu nədir? Müştəri. Müştəri fokusu, müştəri ehtiyacını qarşılamaq. İndi biz danışsaq, indi vaxtımız yoxdur, inşallah gələn şeylərə danışarıq. Yəni bir çox şirkətlər müştərinin hansı ehtiyacını qarşıladığını cavab verə bilmir. Çörək satırıq da, un satırıq da, sok satırıq da, yəni meyvə suyu satırıq da, telefon satırıq da. Hansı ehtiyacını xitab edirsən? O ehtiyacı şəkilləndirə bilmir. Yəni satıcı girir mağazinə mal satmağa və ya adam gəlir mağazinə, adam mal satmalıdır. Düzgün şey eləyənmir nədir? Yəni düzgün motivasiya ilə davranmadığına görə bütün başdan gedir. Sistemli davranmadığına görə başdan hər şeyi itirmiş olur adamlar. Məsələn, dəyər yaratmaq. Hamımız bilirik də dəyər vacibdir. Bayaq da biraz bundan danışdıq da. Yəni çox sadə bir şey, hamının bildiyi bir şeydir. Amma o dəyər necə yaranır? Dəyər ümumiyyətlə nədir? Yəni sual versək, çox adam dəyər şeydir. Yəni marketinq bir dəyər, müştəriyə bir dəyərin olmalıdır. O sənə bir dəyər biçməlidir də, yəni də, və ya sən ona bir dəyər biçməlisən ki, o pulu verə biləcəksən də. Yoxsa qiymət savaşlarından biz çölə çıxanmarıq da və bütün şirkətlər də qiymət savaşlarından qalırlar. Çünki dəyər verə bilmirlər və ya qiymətə görə dəyərlərindən keçirlər. Yəni adamlar qarantiya verir. Məsələn, bayaq bir misal verdiniz də, dünya brendindən də o кейslər şeydə də var, başqa ölkələrdə və ya başqa brendlərdə də var. Gəlirsən bir yerdə alırsan, Bakıda alırsan, görürsən sən Türkiyədə, İstanbulda verirsən, düzəltdirirsən, saatlarda var da, dəyişdirirlər, onu ellər, bunu ellər. Qızıl məhsullarında da var da, üstəndə paltarda da böyük brendlər paltarlar. Ya rahatsan. Sənə rahatlıq verirlər. Sənə güvən verirlər. Yəni o qarantiya deyil, sənə güvən verirlər, sənə sərbəstlik verirlər. Sənə enerjini qorumaq verirlər. Başqa firmada nə edirsən? Alırsan, orası bir şey oldu, zəng eləyirsən. O deyir ki, mənim bizdən də çeki var, o var, bu var. Sən ondan danışırsan, sonra müdür gəlir, müdürə izah edirsən, sonra deyirsən mən şikayət edəcəm, yazırsan, sonra 3 gündən sonra təzədən zəng eləyirsən ki, mən şikayət etmişdim, nə oldu falan. Sən enerji bitirir. Lüks brendlər, böyük brendlər nə edir? O qarantiya deyil. O sənin enerji, o FAB modeli var da, yəni də deyir features'dır, advantage'dır və benefit'dir də, yəni də sənin özəlliklərin var, məhsulun özəllikləri var, onu deyə bilərsən.
Amma o özəlliklərdən üstün olanlarını seçib deməlisən, rəqiblərdən üstün olanları deməlisən. Hə, o üstün olanları da xüsusiyyəti deməli deyilsən də, yəni o avantajlı olanlarını. Onların faydasını səsləndirməlisən. Yəni səni kola xoşbəxt eləyəcək yəni. Sənin susuzluğu yatıracaq yox. Onun içindəki şəkər sənə enerji verəcək yox. Sənə enerji verəcək ki, sən benefit, sən xoşbəxt olasan. Tamam? Sən ünsiyyətdən zövq alasan. Yəni bunlar hamısı, yəni burada çoxdur, yəni o kommersiya tərəfində yanaşmalarda data əsaslı qərar vermə tərəfi var, proses kimi yanaşıb, yəni prosesin davamlılığını təmin etmək. Mən bir yoldaş var, adam deyirdi ki, mən satış istəmirəm satış sonunda, yəni satış yoxdur da məndə, o satış həvəsim yoxdur. Ən yaxşı satış edən adamlardan biridir. O satış motivasiya məsələsidir. Amma adam nədir? Toparlayır, sistemli yanaşır. O sistemli yanaşmaq ona motivasiya verir, o satışını edir. Yoxsa adam çox ünsiyyətçi, çox belə necə deyim, ekstravert, belə adam deyil. Adam çox strikt, çox dəqiq adamdır, net danışan adamdır. Amma bizim alnımızda satış təmsilçisi nədir? Yəni bunu satım, gəl onu satım, ya da kinolarda göstərirlər, bunu satım, bunu satım, bunu eləyin, şeyə qarşı suallara cavab verir, aktiv cavab verir. Müştərini bizim söz var, niprav çıxardır. Səsən müştərinin, yəni onlar yaxşı satışçı deyil. Satış sistem məsələsidir. Sən başlanğıcı var, təmas nöqtələrin var, təqdimat hissənin var, düzgün təqdimat eləməlisən. Dediyim kimi FAB modelini təqdim edə bilərsən orada. İtirazların işləri var, müştərinin nə hiss etdiyini anlayırsan, vardı onların. Satışın bağlayırsan, satışdan sonraki prosesləri davam etdirirsən. Yəni, bu satışın prosesi bundan ibarətdir. Yəni, bunu effektiv elədiyin andan etibarən, bunun hər addımında nə edədin, prosesdə nə edəcəyini anladığın və tətbiq elədiyin andan etibarən, sən satışın uğursuz olma ehtimalı çox azdır. Eləmirlər. Eləmirlər. Amma şirkətdə satış problemi var. Hansısa FMCG şirkətində də. Satış problemi var. Satıcı müştəriyə getmir. Mağazaya getmir də, satacağı mağazaya getmir. Yəni də sən adam getsə satıcı eləyəcək. Hələ bir o proses başlamıyor. Adam getmir yəni. 50 dənə marketi var, 20 dənəsinə gedir, 30 dənəsinə gedir, qapısından qayıdır, oradan qayıdır. Sən yəni o prosesi idarə etmək lazımdır. Onu nəzərə, o avtomatlaşdırma orada işin içinə girirlər yəni də. Bu hissəsi də bonusuydu. Çox təşəkkür edirəm Zavidə, mən dəvətinizə görə. Çox xoş oldu. İnşallah təlimlərdə yoldaşlarımızı gözləyirik. Kommersiya tərəfində danışacağıq. Düşünürəm ki, çox interaktiv və praktik təlimlərimiz olacaq. Кейslər üzərində danışacağıq. Bəzi yoldaşların, iştirakçıların кейslərini də alıb onun üzərindən gedə bilərik. Və nəticə etibarilə adamlar, modellər və ingiliscə framework deyirlər də, çərçivələr əldə edəcəklər ki, onları tətbiq elədiklərində həm qısa, həm uzun müddətdə effekt alacaqlar bu təlimlərdə. Oldu, olurlar. Çox sağ olun. Bakı Gross Akademinin Biznes İdarəçiliyi Akademiyasında sizi gözləyirik. Teta baxdınız. Növbəti görüşlərə də hələlik.